Bayram günləri ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının minimuma enməsi yol infrastrukturunun yenilənməsi üçün əlverişli şərait yaradıb. Bakının bir sıra əsas yollarında geniş miqyaslı yenidən qurma və təmir işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində əsasən gecə saatlarında intensiv iş rejimi tətbiq olunur. İşlərin əsas hissəsi axşam saatlarından başlayaraq gecə 00-dan sonra daha aktiv mərhələyə keçir və səhər saatlarına dək davam edir. Bu yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq seçilib və gün ərzində xüsusilə sıx istifadə olunan yollarda nəqliyyatın hərəkətinə maneələrin minimuma endirilməsinə xidmət göstərir. Gecə saatlarında aparılan təmir işləri həm sürücülər üçün rahatlığı təmin etmək, həm də şəhər daxili logistik axını pozmadan yol örtüyünün yenilənməsi istiqamətində işlərin keyfiyyətini artırır. Hazırda paytaxtın intensiv hərəkətinin müşahidə olunduğu Abbasqulu Ağa Bakıxanov küçəsində əsaslı təmir işləri aparılır. Ərazidə köhnə asfalt örtüyünün frezlənməsi, yeni asfalt qatının döşənməsi və yol infrastrukturunun digər elementlərinin yenilənməsi istiqamətində işlər görülür. Təmir bərpa işlərinə xüsusi təyinatlı texnikalar, o cümlədən asfaltlayıcı maşınlar, yük avtomobilləri və sıxlaşdırıcı avadanlıqlar da cəlb olunub. Bununla yanaşı canlı işçi qüvvəsi də gecə saatlarında fasiləsiz fəaliyyət göstərir. Hazırda Abbasqulu Ağa Bakıxanov küçəsindəyik və uzun müddətdir istismarda olan yolda təmir işləri aparılır. Nəzərinizə çatdıraq ki, bayram günləri ilə əlaqədar hazırda olduğumuz ərazidə həm gündüz, həm də gecə saatlarında təmir işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu cür işlərin məhz gecə vaxtı aparılmasını hərəkət iştirakçılarının gündəlik fəaliyyətinə təsiri azaltmaqla yanaşı, yol nəqliyyat hadisələri riskini də minimuma endirməsi ilə əlaqələndirir. Eyni zamanda gecə saatlarında temperaturun nisbətən aşağı olması asfalt örtüyünün daha keyfiyyətli döşənməsinə imkan yaradır. Qeyd edək ki, Bakı şəhəri üzrə son dövrlərdə yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər təkcə paytaxtın mərkəzi küçələrini deyil, həmçinin ətraf qəsəbə və rayonlara gedən əsas magistral yollarını da əhatə edir. Layihələr çərçivəsində yolların genişləndirilməsi, yeni yol nişanlarının quraşdırılması, piyada keçidlərinin yenilənməsi və işıqlandırma sistemlərinin müasirləşdirilməsi kimi də işlər paralel olaraq icra olunur. Gecə saatlarında aparılan işlər zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görülür. Müvəqqəti yol nişanları və xəbərdar edici siqnallar quraşdırılır. Sürücülərə isə təmir gedən ərazilərdə diqqətli olmaları, yol nişan və qaydalarına ciddi riayət etmələri tövsiyə olunur. Paytaxt üzrə yol təmiri və yenidən qurma işlərinin mərhələli şəkildə davam etdiriləcəyi və növbəti günlərdə digər əsas küçə və prospektləri də əhatə edəcəyi bildirilib.